Müminde olan xüsusiyyətlərdən biri İmam Sadiq əleyhissalamdan gözəl bir hədislə bizlərə nəql olunubdur. Kafi bilirsiniz ki, bizim Əhl-i Beyt məktəbinin hədis kitablarındandır. Buyurulur ki, Ən Haris ibn Muğayrə əv əbihi. Bu ravidir. Qeyd edilir ki, Ən Əbi Abdullah qal, qultu ləhu, mə kənə fi vəsiyyəti Loğman. Buyurur ki, mən İmam Sadiq əleyhissalamdan Loğmanın oğluna vəsiyyətin nədən ibarət olduğunu soruşdum ki, Yəbni Rasulillah, Loğman oğluna nə vəsiyyət eləyibdir? İmam buyurdu ki, onda heyrətli şeylər var idi. Ən heyrətlisi də oğluna bunları demişdir. İndi İmam buyurur. Buyurur ki, Loğman oğluna vəsiyyətində heyrət olması kəlam bundan ibarətdir. Oğlum, bütün insanların və cinlərin ibadətləri qədər ibadət etsən belə, yenə sənə əzab verəcək kimi Allahdan qorx. Və oğlum, Allaha bütün insanların və cinlərin günahları qədər günah etsən belə, səni bağışlayacağına ümid eləginən. İmam Sadiq daha sonra buyurdu ki, atam mənə belə buyurmuşdur. İnnehu leysə min abdin müminin illa fi qəlbihi nuran. Elə bir mömin yoxdur ki, onun qəlbində iki nur olmamış olsun. Və Həzrət buyurdu ki, nurun xifətin və nurun rəcain. Həzrət buyurdu ki, müminin ki qəlbində iki nur var, onun biri qorxu nurudur, biri ümid nurudur. Və Həzrət buyurdu ki, belə ki, ikisi də ölçülsə, heç biri digərinə üstün gəlməz. Elə bir tərəzinin iki gözü, bir gözünə xof qoyulubdur, birində də ümid var. Əgər tərəzinin gözü biri aşağı, biri yuxarı qalxsa, bu müminin özündə problem olacaq. Dünyasında da, axirətində də. Məsələn, ümid var olacaq ki, mən namaz qılıram, mən oruç tuturam, həccə gedirəm, filan şeylər eləyirəm. Bu ümid varlığı ilə də günah eləyir. Haqqı olmayan haqları yiyir. Ona aid olmayan məsələlərə əl atır. Amma nə deyir? Deyir, mən namaz qılıram, oruç tuturam, belə eləyirəm. Amma haqları yiyir. Bu olsa dünyasında da problemdir, axirətində də problemdir. Ümid və xof bərabər olmalıdır. Həm Allahdan qorxmalıdır, həm də ümidvar olmalıdır. Günah eləmirsən, eləmirsən. Dünyaların ins-cins qədər ibadət eləsən, yenə də qorxunan ki, Allah qəbul eləməyib, sənə cəza verəcəkdir. Və ins-cins qədər günah eləmirsən, ümidvar ol ki, Allah səni bağışlayacaq. Çünki Ərhəmər-Rahimin Allahdır. Odur ki, müminin qəlbində daima ümid və xof həmişə sabit qalmalıdır ki, ilahi, günah eləmişəm də. Deyən biz məsumuq, Peyğəmbər deyilik, imam deyilik, müctehid deyilik, alim deyilik, bir günahkar bəndəyik. Sən də Ərhəmər-Rahiminsən, sən bağışlayan Allahsan, qafirsən. Bax, bu ümidlə xof arasında gərək qəlbimizi nizamlayaq. Həm ümid var, həm xof. Allah'ın verir izzət-i cəlalına, Allah'ın verir Peyğəmbər, ali Peyğəmbər xatirinə, ilahi. Bizim qəlbimizdə bu xofla ümidi bərqərar eləyəcək.